Müəllim, bu videoları saxlayırsanmısın telefonda? Telefonda deyil, kompüterdə. Kompüter olsun. Əslində bir silmişdim. 100 dənə olandan sonra silirəm. Amma YouTube-da qalıb. Bir il, 2 il bundan qabaq videolar qalıb. Bunları vaxt eləyib siləcəm, prosta vaxt eləyə bilmirəm. Kompüterdə qalır. Demək olar qalır. Onun sonra mən nə vaxt hansı videonu axtarsam tapmayacam. Ona görə saxlamağın bir mənası yoxdur. Kompüter bir dəfə format oldu, getdi hamısı. PDF yüklənsəydi. Gəlin baxaq. Yenə mən izah verəcəm. Kimin nə sualı olsa, zəhmət olmasa səsi açıb desin. Başlayaq birinci sualdan. Düzbucaqlının uzunluğu 7.5, eni 2.6-dır. Təbii ki, biz düzbucaqlının sahəsi, yəni sadə sualda S bərabərdir sahəni tapanda. Eni vur uzunu. Yəni düzbucaqlının sahəsi eni vur uzun. Deməli, S bərabərdir 7.5 vurulsun 2.6. Nə edir bu? 19.5 A variantı. Bir də doğru cavab A variantı. 2 nömrə tapşırığa baxaq. Deyir ki, düzbucaqlının eni uzunluğu 20, eni uzunluğun 60%-dir. Faizlə sahənin qarışdırıb veriblər bunu. Deməli, bir dənə düzbucaqlı götürsəm mən. Eni 20-dir, uzunu 60%-dir. 20-nin 60%-ni biz tapası olsaq sıfırlar gedir. Qalır 12. 12. Sahədə eni vur uzun. 20 vurulsun 12. Bərabərdir 240-a. C variantı. Sonra rombun diaqonalları cəmi 28-dir. D1 plus D2 bərabərdir 28. Tərəfi 10 olarsa sahəni istəyir. Gəlin bunu hər tərəfin kvadrata yüksəldək. Hər tərəfin kvadrata yüksəlsin. Birincinin kvadratı birinci ilə ikincinin hasilinin 2 misidir. İkincinin kvadratı. 28-in kvadratı nə eləyir? 784. Biz burada bilirik ki, D1-in kvadratı plus D2-in kvadratı düstura görə bizə 4A kvadratını verir. Üstə gələk 2D1, D2 bərabərdir 784. Adam mənə tərəfi verib də 10-dur. 4 vurulsun 10-un kvadratı 100 plus 2D1, D2 bərabərdir 784. Buradan 2D1, D2 bərabərdir 484. D1, D2 də bərabərdir 2, 8, 2. Arzu eşidir bizi. Orada mənim 384 olmalı değildi. Hə. Bizi Arzu eşidirmi? %93. Məhəmməd, diaqonalların sahə ilə sahənin diaqonallarla bağlı düsturu necədir? Mən bunu deyirsiniz 2-də 1 D1 vur D2 sinüs alfa. D1, D2 bölü 2. Sinüs 90, alfa diaqonallar arasında qalan bucaqdır. 90 olduğuna görə 1 verir. Diaqonallarla bağlı sahə düsturumuz. Gətirib yerinə qoysam 192 bölünsün 2.
96. Kimə aydın olmadı buyursun. B variantı. Baxın zəhmət olmasa görək. Burada deməli müəllim elə bil ki 4a kvadratını gətirmək üçün biz kvadrata yüksəltdik. Onlar birləşdirib 4a kvadratı yazdı. 2də 1 deyil ki zaten qaldı. Çünki bizim sahə düzümüz 2də 1 deyil 1 də 2də. Sonra 4a kvadratın yerinə qoyduq, onu tapdıq elə. Bəli. Başa düşdüm. Bəli, başa düşdüm. Baxaq 4-ə. Bərabərliyin trapeziyanın oturacaqları 6 və 16, iti bucaq 45 olarsa sahəni tapın. Gəlin bir də bərabərliyin uzaq götürək, baxaq. Salam müəllim. Salam. Gəlin bərabərliyin bir trapeziya götürürəm. Oturacaqları 6, 16. Buradan bir də hündürü endirsəm. Birini də buradan endirsəm. Bərabər yanlı olduğuna görə 16 bura ümumidir da. Bura onda 6 olur. Bərabər yanlı olduğuna görə qıraq hissələr buradan bura bir-birinə bərabərdir. 16-dan 6 çıxıb 2-yə bölürəm. Bura 45 dərəcədir. Bu 90, bu da 45-dir. 16-dan 6 çıxıb 2-yə bölürəm. Bura olacaq 5. Avtomatik bu da 5-dir. Ona sahə nədir? Oturacaqların cəminin yarısı 6 plus 16 böl 2. Hündürlüyümdə 5-dir. 55. D variantı. Bizim digər düsturumuz nəsəri idi? Bərabər yan trapezi üçün. Bərabərin trapeziyasının özü xüsusi düsturu da var. Bəli, deyəsən hündürlük vur kəsdiyi yerə qədər məsafələr. Bu vaxt mən onu əslində demək istədim. Sonra dedim ki, təzədən o sual yaranacaq. Elə bir bu hissə, bir də bu hissə bir-birinə vuranda elə sahəni verir mənə. Çünki birinci rənglədiyim hissə mənim orta xəttimdir. Demişəm onu. Bərabər yanlı trapeziyada hündürlüyün ayırdığı böyük hissə orta xəttə bərabərdir. Hər zaman. Yaxud da belə də baxa bilərsiniz. Bu da belə. 5-ci suala baxaq. Hamı diqqətlə qulaq assın. Kimə aydın olmasa deyər. Amma vaxtında, axıra çatanda yox. Müəllim, əvvəlkidə nəsə dedinizə səssiz gəlmədi. Bir dənə də onu deyə bilərsiniz. Səsim eşidilmir aşağılar. Mən bayaq eşidilmirdi, internet getmişdi. Bərabər yanlı trapeziyanın oturacaqları 6 sm və 16 sm-dirsə, bərabər yanlıda, yalnız bərabər yanlıda hündürlüyün ayırdığı böyük hissə, rənglədiyim hissə orta xəttə bərabərdir hər zaman. Bunu deyirdim. Bəli, aydındır. Sonra bir dənə də var, deyəm, diaqonallar perpendikulyar olanda hündürlüyü orta xəttə bərabərdir. Bəli, elə bir qayda da var. O düzbucaqlı deyil, deməli, düzbucaqlı Trapeziyada səhv eləmirəmsə. Onlarda mən hələ çox istifadə eləmirəm deyə. Çünki misal həllərində çox lazım olmur. Orada xırda düsturlar. Mən düzbucaqlıda h kvadrat AB-yə bərabər idi. Siz nə deyirsiniz? Mən deyirəm ki, bərabər yan trapeziyada diaqonallar perpendikulyar olarsa, hündürlüyü orta xəttə bərabərdir. Düzbucaqlı trapeziyada məsələn var deyə 4 ilə 6. 4 vur 6 kök altında 6. Yəni onda artıq AB-yə bərabərdir h kvadratı. Onlar ayrıdır yəni. Gəlin baxaq 5-ə. Nə istəyirsən? Məsələn, 5-ci sual ətraflı tipli bir sualdır uşaqlar. Belə bir sual ən çox ətraflıya gələ bilər. Sadə çətin sual deyil. Sadəcə olaraq şəkli ayırd eləmək, görmək lazımdır. Baxın. Bu 5-də bizə nə deyir? Deyir ki, tərəfi 4 sm olan kvadrat. Kvadratın tərəfi 4-dür. Biz birinci gəlin buranı tapaq. Bu rənglənmiş hissələri tapaq. Bu rənglənmiş hissələri mən tapmağım üçün ümumi kvadratın sahəsindən s kvadrat 4-ün kvadratı 16.
16-dan çıxacam bu dairənin sahəsini, bu hissəni. Mən çıxmalıyam. Baxın. Bu hissəni çıxsam mən bu qıraqdakı rənglənmiş hissəni almış oluram. İndicə çevrəyə baxaq. Baxın. Bu kvadratın daxilinə çevrə çəkilərsə, bunun diametri elə tərəfdir. Yəni burada 4 olarsa, ümumi bu hissə bizə 4 olur. Onda 2 kimi bölünür. Yəni bunu bəzən şagirdlər əzbərdə yadda saxlayır. Amma əzbər yadda saxlamağa ehtiyac yoxdur. Belə qayda olaraq özünüzdə görürsünüz ki, kvadratın daxilinə çevrə çəkilərsə, radius tərəfin yarısıdır. Radiusum 2-dirsə, onda sahə olacaq nə? Pi r-in kvadratı. Yəni 3 vurulsun r2-dir 2-nin kvadratı. Yəni 12. Deməli, birinci qırmızı ilə rənglədiyim hissəni tapmaq üçün kvadratın sahəsindən çevrənin sahəsini çıxacam. 4. Birinci aldım bunu. İndi keçirəm içəridəki kvadrata. İçəridəki kvadrata. Bunu silək. Bu Diagonalı 4 olurdu. Bu kvadratın sahəsini tapmaq üçün mən tərəfini tapmalıyam. Bu diagonalı çəkirəm. Aşağıda. Bu diametrdir da bizdə. Bu da çevrənin diametridir. Bu hissə çevrənin diametridir. Bu da diametri idi. Nə fərqi var? Bu da diametridir. Heç bir önəmi yoxdur onun. Ona görə bu hissə də bizdə 4 olur. Bu diametr bizdə 4 olur. Bu içəridə də bir kvadrat var. Çünki bizə deyir ki, kvadratın daxilinə dairə, dairənin daxilinə yenə kvadrat çəkmişəm. Kvadratın da bütün tərəfləri bərabərdir. Bura bir A desəm, bu da olacaq A. Və bərabər yanı düzbucaqlı üçbucaq alındığına görə A-nın kök 2 misli bizə 4-ü verir. A bərabərdir 4 bölü kök 2. Məxrəcin irrasionaldan azad edəsəm 4 kök 2 bölü 2. Bu da 2 kök 2. Yəni tərəf 2 kök 2-dirsə, içəridəki rənglənmiş hissə olur 2 kök 2-nin kvadratı. Bu da bərabərdir 8. Buradan da aldım 8. Buradan da 4 almışdım. Buradan 8 aldım. Deməli, ümumi sahəmiz olacaq 12. 5-də doğru cavab 12. Məsələn, bu baxanda digər, belə deyək, 2020 digər suallarına baxanda çətin sual sayılır. Baxın görə aydın olmayan nəsə varmı? Müəllimə ki, kvadratın tərəfini tapmadan da 2 dənə diagonal 4-4-dür. 2-də 1 vurub tutmalı olur. Elə indi bəzən olur, diagonalın sahəsi yaddan çıxır. Diagonallarla bağlı düzdür. Elə də diagonalla tapmaq olar, tərəflə də tapmaq olar. Əsas odur ki, tapmaq lazımdır. Aydın olmayan nəsə varsa deyin, zəhmət olmasa. Yaxşı, davam edək o zaman. 6 nömrəli tapşırıqla davam edək. Hündürlüyü 3 cm, sahəsi 24 olan rombun perimetrini tapın. Biz bilirik ki, rombun sahə düsturu var da, bizdə S bərabərdir AH. Yəni, tərəf bu tərəfə çəkilən hündürlük. Sahəni mənə 24 verib. Tərəfi bilmirəm, hündürlükdə 3 verib. A da bərabərdir 8. Tərəf 8-dirsə, perimetr olacaq 4 dənə 8. 32. C variantı. Baxın, zəhmət olmasa. Yaxşı, davam edək növbəti suallar. 2020-də görürsən 7 dənə imtahan olub, hər birində sahə düşüb. Mən bilmirəm, videoya baxdınız, baxmadınız. Birinci hissədə ən çox düşən mövzular. 5 mövzu mütləq düşəcək. İkinci hissədən də elə o 5 mövzu düşən 5 mövzunun belə deyək, daha elə biri budur. Sahədən düşür. Yadda saxlayın. Yəqin çox çətin düşməz də müəllim. İnşallah. Keçən il məsələn çətin düşmüşdü. Hansı sual deyirsiniz? Boru sualı. İzah Hansı? edəcəm. Boru sualı. İzah edəcəm indi onun sonundadır. Boru. 16 yazmışdım orada ama. Hə. Sonradan götürmüşdüm. Baxacaq indi ora. Əkin yerin sahəsi 3-4 nisbətindədirsə, birinə 3x deyirəm, birinə 4x uzunluğuna.
2 yerə bölünmüşdür. Onda bunların cəmi mənə 42-dir. X də bərabər. Kiçik sahəndə dediyinə görə 3-ə vururuq da mən Evet. təzədən o da 18. Bu da böyükdür. Tamamilə doğrudur. 3 vur 6 18. B variantı. Aydındır. Bəli. Davam edək. 8 nömrəli sualla. İti bucağı 30 sahəsi 6 olan perimetr 18 olan paralel xarici oblasında tərəflərin üzərində əmələ gələn kvadratın sahələri cəmi. Bu da məsələn həmin ilə görə rahat sual deyil. Gəlin diqqətlə baxaq. Parallelogram çəkək bir dənə. Balaca bir parallelogram çəkək. Çünki onun üzərində bir kvadratlar quracağam mən. Xarici oblasın tərəflərin üzərində əmələ gələn kvadratın sahələri cəmi. Gəlin onun tərəfinin üzərində bir kvadratlar quraq. Bu tərəfin üzərində qurulmuş. İndi ölçüləri biraz kvadrata oxşamaya bilər. İndi təxmini şəkli çəkək. Bizə bu lazımdır. Bu olsun bunun üzərində qurulan kvadrat. Bu da belə. Yəni, tərəfləri üzərində bir kvadrat qurdum. İndi mənə nə deyir? İti bucağı 30 dərəcə. Sahəsi 6 olan, perimetri 18 olan. Baxın diqqətlə. Deməli, bura bir A desəm, bura bir B desəm, o zaman sahəsi 6-dır. Romun sahə düsturu. Tunar eşidir bizi. Şu olur, səsi siz, bilmirəm, telefonu qoyub gedirsiniz, yoxsa necə? Səsin yanında durun. Mən çağıran kimi siz hay verin. Tunar. Nərmin. Aysu. Bəli, müəllim. Romun sahə düsturu. Tərəf və bucaqla əlaqəli. A kvadrat. Ya A aşağıda. O hündürlükdür. Tərəf və onlar arasında qalan bucaqla əlaqəli düsturu var. A kvadratı sinus alfa. AB sinüs alfa. A kvadrat sinüs alfa rompdadır. A vurulsun B, bir də arasındakı bucağın sinusu. Bu da bərabərdir. Sahəni mənə 6 verib. AB vurulsun 1/2 bərabərdir 6. AB bərabərdir 12. Deməli, iki tərəflərin hasilini tapdıq. İndi mənə perimetrdə 18 verib. 2 vurulsun A plus B bərabərdir 18. Buradan A plus B bərabərdir 9. İndi qulaq asaq diqqətlə. Mənə deyir ki, tərəf ki A-dırsa bu tərəfin, bu da A-dır. Bu B-dirsə bu da B-dir. Tərəf A-dırsa bu kvadratın sahəsi olur A kvadratı. Bunun sahəsi də olur A kvadratı. Çünki bir tərəfi A-da axı. Bu kvadratın sahəsi olur B kvadratı. Bunun da sahəsi olur B kvadratı. Çünki yenə paralleloqramın bir tərəfi kvadratın tərəfi ilə belə deyək, ortaqdır ona görə. Əmələ gələn kvadrat 2 dənə A kvadratı var. 2 dənə də B kvadratı var. Bu da olur 2A kvadratı plus B kvadratı bərabərdir. 2 vurulsun. Baxın, fikir verin. Cəmi də var. Hasili də var. Geometri müxtəsərə görə açacağım. A üstə gələk B-nin kvadratı minus 2AB kimi. Məsələn, bunu hesablayaq. Görək bizə nə verəcək. Buradan yazım. 2 vurulsun. A plus B bizdə 9-dur. Kvadratı 81. Çıxılsın 2 vurulsun. AB-də 12-dir. Görək bu nə verəcək bizə. Deməli, 81-dən çıxıram 24-ü, vururam 2-yə. 114. Şimən aydın olmadı, buyura bilər. Yəni, bu sualı sən əzbərləmək istəyirsənsə, xeyr, ehtiyac yoxdur. Əzbərləsən belə yadında qalmayacaq.
Başa düşmək istəyirsən, Orada ardıcıllığı yadında saxla və hardan başlayacağı yadında saxla. Yəni sənə misalın sonunda istədiyi nə istəyir? Kvadrat sahələr cəmi. Və səndə şərtdə verilən suallarda maksimum istifadə etmək lazımdır. Çətindirmi? Xeyr. Biraz uzun gedir sadəcə olaraq. Çətin bir şey yoxdur. Müəllim, orada niyə a kvadrat olmadı ki? Bu romb deyil, oradan əl gələn 30 dərəcə verib deyə. Parallelogram deyə. Parallelogramın xarici oblasında. Romb olsa a kvadrat olardı. Bəli, gördüm mən. orada müəllim mən tərəflərini A9 çıxa yazdım. Sonra gördüm ki, nəsə düz gəlmir. Əslində Ədəd elə tapma də olmur. yazmaq olar, amma ehtiyac yoxdur. Onsa bizə tərəfini tapmaq lazım deyil ki. Tərəfini tapıb sonra kvadrata yüksəldəcəkdim. Yox, ehtiyac yoxdur. Çünki eni uzunu hasilini və cəmini tapanda kifayət edir. Bəli, zaten eləyəndə normal ədəd çıxmır. Bəli. Yaxşı. 9 nömrəli tapşırığa baxaq, görək. Sahəsi 108 kvadrat santimetr olan trapeziyanın oturacaqlarından biri hündürlüyünə 3 cm böyük, digər isə 9 cm kiçikdir. Trapeziyanın hündürlüyü neçə santimetrdir? Gəlin baxaq. Bir dənə ixtiyari trapeziya götürək. Bir dənə hündürlük götürürəm. Bizə deyir ki, oturacaqlarından biri hündürlüyünə 3 cm böyük, digər 9 cm kiçikdir. Hündürlüyündən 3 cm böyük olan. Bura bir A desəm. Bura olacaq A plus 3. Hündürlük təbii ki, bu tərəf böyük olmalıdır da. Oturacaqlarından biri hündürlüyünə 3 cm ki, digəri 9 cm kiçikdir. Yəni, digəri burada 9 cm kiçiksə, burada A-9 yazacağım. Trapez sahəsinə verib, oturacaqların cəminin yarısı bölünsün 2, yəni vurulsun hündürlük. Baş. 108. Trapeziyanın sahə düsturu. Oturacaqların cəminin yarısı. Görürsünüz uşaqlar, düsturları unutmuşsunuz. Ona görə bunları işləmək lazımdır ki, Mən o A S bərabərdə A plus B bölü 2 vur H düsturunu demirsiniz. bəli. Yuxarı olur deməli 2A, çıxılsın 6, bölünsün 2, vurulsun A bərabərdir 108. Yuxarıdan 2-ni çıxarsaq qalır A-3 bölü 2 vur A. Buradan 2-lər gedir. Bərabəri 108. Deməli, kəsirin qabağı yuxarı vurulur da. A vurulsun A-3 bərabərdir 108. A kvadratı çıxılsın 3A çıxılsın 108 bərabərdir 0. Buradan bir köküm olur -9, bir köküm olur 12. Toplayanda müsbət 3 eləməlidir. Təbii ki, tərəf bizdə mənfi olmadığına görə, uzunluq mənfi olmadığına görə A olur 12. Trapeziyanın hündürlüyünü A demişdim də elə mən. Yəni, doğru cavabım olur 12. Baxın zəhmət olmasa. Müəllim, biz bu sualları yazandan sonra əsasən də fiqurların sahəsində ziddiyyət olub-olmadığına baxmalıyıq ki, axırda yazayıq, belə bir fiqur yoxdur falan. Əslində, mən onu dedim, sən yoxla, sən onun imtahanda yoxlamağa zamanın olmayacaq. Yəni. Travma qoyub dinməliyim adamda. Baxaq onun nömrə. Zaten müəllim suallarda elə bil ki, ilk düzgün cavab, yəni nə tapmısansa o götürülür. Bir də mümkün deyil variantı götürülür də. Yəni adətən belə olur. Məsələn, tapırıqsa həqiqətən də tapdığımız cavabı yaza bilərik. Zaten onu düz götürəcəklər açıq sualda. Bəli. 10-cu suala baxaq. Sahəsi 200 kvadrat santimetr düzülan 2-1 nisbətindədir. Düzülan tərəfləri 2-1 nisbətindədir. Biri x, biri 2x. Sahəsi n vur uzun. 2x-in kvadratı bərabərdir 200. X kvadratı da bərabərdir 100-ə. X də bərabərdir 10-a. X 10-dursa, onda tərəfinin biri olur 10, biri olur 20. Əslən onu bəzbər də yazmaq olur, amma hardan gəldiyini görün deyə açıq şəkildə yazıram. Tərəfi bura 10, bura 20-dirsə,
diaqonala mən Pifaqor tətbiq eləyə bilərəm. D-nin kvadratı bərabərdir 10-un kvadratı plus 20-nin kvadratı. Bu da bərabərdir 500. D də bərabərdir kök altında 500. Bu da bərabərdir 100 vurulsun 5. 10 kök 5. C variantı 10-da. Baxaq zəhmət olmasa görək aydın olmayan nəsə var mı? On birə baxaq. Tərəfi 9 və 25 olan düzbucaqlı eyni böyüklükdə olan kvadrat deyirsə sahələri bərabərdir. Düzbucaqlının sahəsi 9 vur 25-dir. O zaman kvadratın sahəsi. Tutaq ki, kvadratın tərəfi A-dırsa, sahə olur A kvadrat. Bu da 9 vur 25 olmalıdır. Yəni bərabər olmalıdır. A da bərabərdir. Kök alsam 9 vur 25. 9-dan çıxır 3, 25-dən çıxır 5, 15. Biz də bilirik ki, kvadratda tərəf 15-dirsə, diaqonal 15 kök 2 olur. Niyəsi də budur. Bir dənə kvadrat götürsəm, deyək ki, bu xırdalıqların hamısını sizə deyirəm ki, yadda qalsın. Tərəf 15-dirsə, bərabər yanlı düzbucaqlı üçbucaq yaranır. Diaqonal onda tərəfin kök 2 misli olur. 15 kök 2. 11 doğru cavab E variantı. Aydındır uşaqlar. Bəli, müəllim. Bəli, müəllim. Davam edək 12 nömrəli tapşırıqdan. Kvadratın sahəsi 25 olarsa eyni tipdə görsən, eyni tipdə sualdır. 2021-də də düşür, 22-də təxminən eynidir. A kvadratı bərabərdir 25-dirsə, tərəf olur 5. Tərəf 5-dirsə, onda diaqonal olur 5 kök altında 2. Belə. 13 nömrəli suala baxaq. Qəşəng bir sualdır. Bu sualı mən çox bəyənirəm. Baxın. BD bizdə 6-dır. Bura 12-dir. AC CD-yə bərabərdir. AC CD-yə bərabərdir. Bərabər yanlıdır. SBCD-ni tapın. Buradan bir dənə hündürü yendirsəm. Buranın körbucaq olduğunu görürəm. Hardan görürəm? Bura bir alfa desəm. Üçbucaq xarici bucaq qonşu olmayan iki daxilin cəmliyəm. Bura 91 alfadır. Bu SBCD, bu körbucaqlı üçbucaqdır. Bu belə. Körbucaqlı üçbucaqdır. BCD körbucaqlıdır. Körbucaqlı. Aha. Və körbucaqlı üçbucağın tərəfi BD-dir. BD tərəfinə çəkilən hündürlük CH-dır. CH-ı tapmalıyam mən. Bizə burada nə veribdir? BC-ni 13 verir. Bura 13-dür. Düzdürmü? Bura 13-dür. İndi C-dən çəkilən H, CH-dır. Tərəf 12-dirsə yarı bölürdü. 6, 6. Onda mən bu üçbucağa Pifaqor tətbiq edəsəm, hipotenuzum 13, katetim 12-dirsə, təbii ki, bura olacaq 5 Pifaqor ədədləri. Və ya da bura bir x deyib Pifaqorla da tapa bilər. X kvadratı bərabərdir 169-dan çıxaram 144-dür. 25. Yəni x 5-dir. Ona rənglədiyim SBCD-nin sahəsi tərəf 6-dır. Bu tərəfə çəkilən hündürlük 5-dir, yarısı. Niyə 5-dir? Çünki körbucaqlı üçbucaqdır deyə hündürlük çöldə yerləşir. Bunu biz demişik dəfələrlə ki, körbucaqlı üçbucağın hündürlüyü onun çölündə yerləşir. Müəllim, orada mən ilk ağlıma gələn böyüyünü tapıb ABC-ni, oradan CDA-nı çıxmaq olar elə. CDA nədir? CDA-nı sən necə tapacaqsan? 12 vurulsun 5 bölü 2 sahəsi. 12 vur 5. Ha. Bəli. Hə, sən hündürlük çəkəndən sonraki mərhələni deyirsən? Bəli, bəli. Zaten hündürlüyü ilk tapırıq da o heç. O, tapa bilərsən. Biraz uzanır da məsələ. Ne tapa bilərsən, bəli. Belə, onun haqqında sual olan buyursun. Yoxsa keçər növbəti suala. Məsələ sualda 24 dənə. 25-ə baxaq. ABCD üçbucağında buraxılış imtahanların ən çox sevdiyi sual tiplərindən biridir babu. Bura 13-dür. Bura 27-dir. Tərəf hansı nisbətdə bölünürsə, sahədə həmin nisbətdə bölünür.
Yadda saxlayır bunu. Bunu uşaqlar çox oxşarlığına qarşılayır. Oxşar üçbucaq deyil bu. Yəni gəlin bunu düsturu xatırlayaq biz. İxtiyari üçbucaqda bir dənə ixtiyara bir hündürlük, nəsə də indi bir xətt endirilibsə, bura n-dirsə, bura S1, S2-dirsə, S1-in S2-yə nisbəti bərabərdir m-in n-ə nisbəti. Yəni buna qısa olaraq deyirik ki, tərəf hansı nisbətlə bölünürsə, sahədə həmin nisbətlə bölünür. Zaten biz deyirik ki, median sahəni yarı bölür. Əslində bu qaydadan gəlir. Sahənin yarı bölünməsi. Müəllim, elə bil ki, S1-i tapanda da H2/1 məsələsi keçir, S2-ni tapanda da H2/1 məsələsi keçir. Tərəflərdə olduğu kimi qalır da. Onları ixtisar edirsən, qalan ikisi Bəli. tərəflər olur. Deməli, ümumi sahə 27S üstə gələk 13S bərabərdir 200-ə. 2-nin üstünə 1 üst 1 deyərdədir. 40S bərabərdir 200. S də bərabərdir 5-ə. AMB-ni istəyir bizdən. AMB-nin sahəsi budur da, 13S. 13 vurulsun 5 bərabər. Necə? Ha, heç nə. 65. Baxın zəhmət olmasa, görək qaranlıq qalan nəsə var mı? Müəllim, əgər bunun yanında məsələn tutalım 2 dənə üçbucaq verirsə, onun şeylə keçəcəkdə oxşarlıqdan. Bu heç də içi çoxşar, içi üçbucaq verir və yaxud da uzaqların bərabərliyini falan alırsan və ya tərəflərin nisbətin bərabərliyini alırsansa, bəli, oxşarlıqdır. Məsələn, müəllim, PSY-yə paralel bir dənə düz xətt çəkilib, yuxarıda da üçbucaq alınıb, aşağıda da üçbucaq alınıb. Onda onun sahələrində yenə oxşarlıqdan keçəcək. Sahələrin Yoxsa- nisbəti artıq orada olacaq, uyğun tərəflərin nisbətin kvadratı. Hə, bəli. Eyni tipdə sualdır demək olar. Yox, bu biraz fərqli sualdır. Baxın uşaqlar. Və bu bərabərlik bizə verir. Və bu hissə bura bərabərdir. Bu məzunlara düşmüş bir sualdır bu arada. Buradan bir dənə diaqonal çəkirəm. Bura S desəm, bu da S. Səbəb nədir? Çünki A-yı mediandırsa, mediandır da ACD üçbucağının medianıdır. Yəni bayaq biz nə dedik? Dedik tərəf hansı nisbətlə bölünürsə, sahədə həmin nisbətlə bölünür. Burada da tərəf bərabər bölünürsə, sahə də bərabər bölünməlidir da təbii ki. Paralelogramda diaqonal sahəni yarı böldüyünə görə 2S isə burada 2S-dir. Ümumi sahəni 64 verir. 4S 64. S də bərabərdir 16. AD-yə iştirixlənmiş hissəni biz zaten tapdıq da 16. Müəllim, bir söz deyim. Buyur. Buradan Y tərəfindən AB tərəfinə bir dənə paralel xətt çəkirik. Ondan sonra həmin alınanda yuxarıda 2 dənə üçbucaq, aşağıda 2 dənə üçbucaq, 4 dənə üçbucaq bir-birinə bərabər olmuş olur. O cürə tapmaq olar deyil. Olar, müxtəlif cür tapmaq olur, amma ən qısa yolu budur. Ancaq sizin dediyinizlə fərqli şey ağlıma gəlir, mən bilmirəm niyə. Çünki mən daha qısalarla deyirəm, sən ilk ağlıma gələni deyirsən də. Çünki mən Bəli. bu sualları görmüşəm dəfələrlə və ən sadə yollarla deyirəm sizə. Amma sən bu sualı bəlkə də 2 dəfədir və bir neçə dəfə görmüsən deyə. Ona görə ilk ağlıma gələnlə gedirsən. Burada hardan biləsən? Burada bu bərabərlik sənə üçbucaq yaradır. Ümumiyyətlə median üçbucaq da bizə tərəflərin bərabərliyi verir və sahə ilə bağlı nəsə bir şey soruşursa, orada biz əksər vaxt belə diaqonal çəkin. Çünki sən bilirsən ki, üçbucaqda median yarı bölür, diaqonalda da paralelogram yarı bölür. Yəni bunları sən bilirsən də. Biləndən sonra artıq işləməlisən, tətbiq etməlisən. 16-ya baxaq. Diaqonalın uzunluqları cəmləmsi romb bayaqkı sualdır da. Və eyni sualdır, baxın. Hansı idi o? Diaqonalların uzunluğu cəmi 28, tərəf 10-dur. Bax, görürsən, 2023-də də düşüb. 2000 neçədir bu? Tam eynidir. 2020-də də düşüb. Ona görə nə etmək lazımdır? Qəbulları mütləq işləmək lazımdır. Diaqonalların uzunluqları cəmi. Əslində bayaq dediyimiz sualda, ona görə biraz sürət. Eyni sualda özdə deyəsən. Bir dəqiqə. Elə birə-bir eyni. Deyəsən. Bəli, eyni sualdır. Cavab da eynidir. Ona görə təkrar izaha ehtiyac yoxdur. Eyni tipdə sualdır. Ona görə təkrar izaha gərək duymuram. O zaman da 96 alınacaq. Eynidir. 27-yə baxaq. Bərabər tərəfli üçbucaqda medianların kəsişmə nöqtəsindən tərəfə qədər olan məsafə.
Medianların kəskin nöqtəsindən, medianla tənbələn hündürlük hamısı bir-birinə bərabər olduğuna görə medianların kəskin nöqtəsindən tərəfə qədər olan məsafə, o bu hündürlükdür. Məsafə 4-dür. Biz demişik ki, medianlar kəskin nöqtəsində 2-in 1-ə nisbətdə bölünür. Ona bura 8-dir. 2-in 1-ə nisbətdə bölünür nə deməkdir? Təpədən kəskinə qədər məsafə, kəskinədən tərəfə qədər məsafədən 2 dəfə böyük olmalıdır. Üçbucağın sahəsini istəyir bizdən. İstəsin. Bura 60 dərəcə. Birinə o birisinə 2A qoyub eləmək olur. Ola bilər. Bura bir 60-ın qabağında 12-dirsə, demək bura bir A desəm. A-nın kök 3 misli 60-ın qarşısındakı katet, digər katetin kök 3 mislidir 12. A da bərabərdir 12 bölü kök 3. 12 kök 3 bölü 3. 4 kök 3. Bura 4 kök 3-dür, bu da A-dır. Çünki endirilmiş hündürlük həm də bizdə mediandır, həm də tənbələn falan. Yəni hündürlüyüm olur 12, tərəfim də olur 4 kök 3. S də bərabərdir 12 vur 4 kök 3 bölü 2. Əssalam. Cavab başqa şey verir baxa bizə. Məncə 16 kök 3 olmaz. Bura tərəf 8 kök 3 olur. Nə deyirsən? Tərəf 8 kök 3 olur. Buna səhv baxmışam mən. Mən elə bil ki, müəllim A kök 3 bölü 2 ilə getdim və 12-yə bərabər elədim. Hündürlükdən bölən median eyni daxil üstürü. Mən sənə getmişəm də. Mən tərəfi A 4-dürsə, bu da A-dır, bu da A-dır da. Onda ümumi üçbucağın tərəfi 8 kök 3 olur. A 4 kök 3-dürsə 8 kök 3 olur. Bəli. Aydındır. Uşaqlar, sənin haqqında kiminsə aydın olmadı. Bax, görün üçbucaq özü sahənin üçbucaq və paralelogramı daha geniş rast gəlinir. Baxın, zəhmət olmasa görək qaranlıq qalan nəsə varmı? Yaxşı, 18-ə baxaq. Bura 10-dur. Bura 30-dur. DBA 60-dır. 60 verib bizə, 30 verib. Bura perpendikulyardırsa 30-60. Perpendikulyar həm də tənbələn olduğu göründü. 10-dursa bu da 10-dur. Hər şey tapdıq. Nə istəyir bizdən? Sahəni istəyir. 30-un qabaq hipotenuzun yarısıdır. 5. 5 kök 3. Bərabər yanda indirilmiş hündürlük həm də mediandır. 5 kök 3. Tərəf S bərabərdir. Tərəf 10 kök 3. Bu tərəfə çəkilən hündürlük 5 yarısı. 25 kök 3. Sadə sualdır da. Nəzərə alaq ki, sadə sualdır. Sən misalın nə vaxt ki, baxacaqsan, misalla baxışacaqsan, sən o misalı heç vaxt eləyə bilməyəcəksən. Ona görə misala baxan zaman misalla baxışmağa ehtiyac yoxdur. İşləmək lazımdır. 30-60 sahə bitdi. Baxın, zəhmət olmasa. Hündürlüydür. Nə sualdır bu? Bu nə sualı? Sizə sual verirəm. 2024-də düşmüş bir sualdır. S bərabərdir. Orta xəttim 13-dür, hündürlüyüm də 4-dür. Hərdən reallıqlar da demək lazımdır da uşaqlar. Amma cavab Y verib. Nəyə səhv elədik? 52 edir. Halaldır mənə. 4-də 13-ə vurub 42 yazıram. Baxın, zəhmət olmasa. Baxmalı bir şey yoxdur da. Trapesiyanın sahəsi orta xətt vur hündürlük. A üstə gələk B bölü 2. Vur hündürlük. A plus B bölü 2 orta xətt. Orta xətti də verib, hündürlüyü də verib. Yəni sizə düşən 25 sualın 25-də kabusu olmur da aşağılar. Hər bir imtahanda bir şey yadda saxlayın. Blok olsun, buraxılış olsun, fərqi yoxdur. Buraxılış imtahanında 15 dənə sual olur ki, o 15 dənə sual asan və orta olur. Artıq 15-dən yuxarı yerdə qalan 10 sual içində orta və çətin tipli tapşırıqlar olur. Yəni ona görə arxayın olmayın ki, mən 15 nə yazım. O sizin 12-dən 15 dənə yazmalısan. Sən həmişə məqsədin 20 plus olmalıdır. Çünki ona görə əziyyət çəkirsən da sən. Əziyyətinin bəhrəsi olmalıdır. Romun itibucağı 60 kiçik diaqonal üstür xarici oblastında olmaqla tərəfləri üzərində qurulmuş. Bayaq paraleloqram idi. Bax fikir verin, eyni tipdə sualdır da. Sadəcə bir də rombdur, bir dənə də paraleloqram idi. Gəlin 20-yə baxaq.
Kimə nə aydın olmasa utanmaqlıq çəkinməklik bir şey yoxdur. Səs açıb deyə bilər. Rombun iti bucaqlatmış xarici oblastında. Bu xarici oblastında kvadratlarımızı quraq biz. Amma məsələn 2024-də olanlara haqsızlıq olub da, onu da məsələn nəzərə çatdırmaq lazım. Niyə görə? Çünki məsələn bilmirəm bu məzunlara düşüb yoxsa 11-lərə düşüb bu sual. Məzunlara düşməyib, 11-lərə düşüb. Məsələn 11-ə düşən 2 sual, yəni 3 dənə sual tipidir. Bax məsələn 2024, 24, 24. 3 dənə sual düşüb 2024-də. Məsələn, amma bu 20-ci sual, məsələn indi 21-ə baxacağıq. Məsələn 19 ilə 20-ci sualın arasında çox fərq var da. Yəni bu qədər fərq olmamalıdır. Çünki bu imtahandır. Ya 19-u salırsansa 20-ni bu tipdə salmağımız doğru deyil. Ya da 20-ni salırıqsa 19-u bir də çətin salmalıyıq. Çox güman ki, bu 19-cu, yəni bu imtahanda, 19-cu düşən imtahanda digər suallar rahat çətin olubdur. Ola bilər. Çünki orada həmişə biz nisbəti qoruyurlar da. Kiçik diaqonal 3-dür. Rombdan söhbət gedir. İti bucaqlatmışdır. Biz zaten bilirik ki, bunlar bərabərdir. Oduna oturacağı bir şey bucaqlar bərabər olmalıdır. 180-dən 60-ı çıxıb 2-yə böləndə bərabərlik alınır. Və buradan bizim üç bucağımızın bərabər tərəfli olması meydana gəlir. 3-dürsə bu da 3-dür, bu da 3-dür. Bura qədər sualı olan varsa buyursun. Amma məsələn 20-ci sual biraz sadədir. Məsələn o biri parallelogram sualına baxanda. Buradan sual olan varsa buyursun. Tərəf 3-dürsə kvadrat 9. Rombdur. Bütün tərəflər zaten bərabərdir. Tərəf 3-dürsə kvadrat 9. Tərəf 3-dürsə kvadrat 9. Tərəf 3-dürsə kvadrat 9. 4 dənə də 9-um nə eləyir? 36. Belə. Hamı zəhmət olmasa fikrini bildirsin. Müəllim, siz hansını dediniz çətin olub? Ümumiyyətlə deyirəm də, məsələn 19-cu sual baxan kimi yazırsan, amma 20-ci sual fikirləşmək lazımdır. Bəli. Amma belə baxanda, məsələn 20-ci sualda sən işləməyə başlayırsansa, yazacaqsan. Yox, başlamamış elə tullayırsansa, təbii ki, problem olacaq. Ona görə işləmək lazımdır üstündə. Davam edək. Məsələn 21 nömrəli tapşırığa gəlin baxaq. Bu bayaqki sualdandır. Bayaq 13-27 söhbətində o sualdandır deyəsən. Gəlin baxaq. Bucaq C90-dır, AD tənböləndir. Tənbölən olduğunu verib. CD-nin DB-yə nisbəti 3-5-ədir. Bura 3-2. Qırmızı ilə yazaq görünsün də. Bura 3-2, bura 5-2. Burada artıq biz həm sahə, həm tənbölənin xassələri çıxır ortaya. Bura bir adəsən. Tənbölənin xassəsi 3x-in 5x-ə nisbəti bərabərdir A-nın 30-a nisbəti. X-lər islah olunur. Çarpaz vurursan 5A bərabərdir 90. A bərabərdir 18. ABC-nin sahəsini istəyir. Bura oldu 18. Gəlin BC-ni tapaq. 18-in kvadratı üstə gələk BC-nin kvadratı bərabərdir 30-un kvadratına. BC-nin kvadratı bərabərdir 30-un kvadratı 900. 18-in də kvadratı 324. Bu da bərabərdir 6, 7, 5. Onda BC bizdə olur 576-dan kök 24 çıxır. Bura 24-dür. İndi biz sahə 3x 5x-dən mənim işim var. Sahə katetləri hasilinin yarısı. Aydın olmayan nəsə varsa deyin baxaq.
216. Baxın zəhmət olmasa. Yaxşı, 22 nömrəli sual. Bu sual mübahisəli bir sual idi. Bu sual düzgün belə deyim, təqdim eləməmişdilər, tərcümə eləməmişdilər. Çox müzakirə olundu bu sual. Amma Dövlət İmtahan Mərkəzi buna 64 gün verib cavabın və burada ən azı nə qədər Azərbaycan dilini bilənlər istər adətən o yaxşı öyrənənlər bu nə qədər sözünü iki mənada deyil başa düşmək olar. Biri ölçü cəhətdən, bir say cəhətdən. Amma Dövlət İmtahan Mərkəzi bunu say ölçü cəhətdən nə qədər. Çünki nə qədəri deyil adətən say üçündə deyilir. Gəlin baxaq suala, görək nə deyir burada bizə. Kvadrat formasında iki bağça ətrafında perimetrlər boyunca çəkilmiş borular. Perimetrlər boyunca çəkilmiş borular o deməkdir ki, sən borunu yumru formada çəkmirsən. Yəni tərəflərinə görə çəkirsən. Yəni, perimetrlər boyunca bu deməkdir. Bağçalarla su anbarı aralarındakı boruların uzunluğu 4-dür. Özümə şərtdə bir şəkildə də verib. Birinci bağçanın tərəfinin uzunluğu, ikinci bağçanın tərəfinin uzunluğu 2 metr çoxdur. Buna bir x desəm, bu olacaq x plus 2. 2 metr çox. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 kvadrat azdır. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 kvadrat metr azdır. Çıx 8. Təlimlikdən sual olan varsa buyursun. Təlimlikdən kiminsə sual varsa buyursun. Aha, gəlin bunu hesablayaq indi. Ya hər şey aydındır, ya heç nə aydın deyil. Yəni, hansıdır görən. Birinci dediyimiz müəllim. Yaxşı. X kvadratı 4x plus 4. 2x kvadrat minus 8. 2x kvadratı çıx 8, çıx x kvadratı. Çıx 4x, çıx 4. Bərabərdir 0. Demək, buradan x kvadratı, çıx 4x, çıx 12, bərabərdir 0. Bir köküm olur mənfi 1 olur 6, VT görə. Təbii ki, biz burada mənfi kökünü götürmürük, mənfi olmur. Sulama üçün nə qədər borudan istifadə olunur sözün bizə deyirsə, nə qədər deyirsə, yəni uzunluq cəhətdəndir. X 6-dırsa, bura 6-dır. X 6-dırsa, burada 8-dir. Tərəf 8-dir. Yəni, ən az nə qədər borudan istifadə olunur deyirsə, uşaqlar, baxın, buradan başlayıram mən, bax. Gəlirəm buradan, bax, bunların hamısı, baxın, bax, gəlirəm bura, bax. Bunlar hamısı bizdə borulardır, bax, bu boru. Bu boru. Yəni, boru deyəndə bu nəzərdir. Bu boru, bir də bunlar. Bunlar hamısı bizdə borulardır. Və bizə də adam deyir ki, bunlar borulardır. Ən az nə qədər borudan istifadə etmək lazımdır? Deməli, ən az deyirsə, bunun perimetri, yəni 4 tərəfin cəmi 32 bu. Bunun perimetri 36 bu. Misalımız nəsə düz getmədi elə bir. 24 var. 24-dir. 4-ü 6-ya vurub 36 yazıram. Məna olub görək. 4 metrlərdə bu. Yəni, həmin o 4 metrlər 8 metr, birincinin perimetri 32, ikincinin perimetri 24. Bu nə olur? 64. 40-64. Belə. Müəllim, səhv olan nə idi ki burada? Necə? Burada səhv olan nə idi ki? Səhv halı güya deyirlər ki, səhv halı indi adətən deyir ki, məsələn, deyir, hər bir uzunluğu, hər bir borunu, əslində o daha genişlənmiş bir anlayışdır. Yəni, onu düşünmək biraz daha belə geniş düşünərsən ki, gərək o sənə ağla gəlir.
Səhv belə deyək də, bunu deyirlər ki, məsələn, hər birinin uzunluğu 4 dənədirsə, məsələn, bura 2 boru buradır. Məsələn, bunun belə deyim, tərəfi 8-də 2 boru burada istifadə olunacaq, ikisi burada. Yəni bunun elə bil ki, birinci kvadratda bir tərəfində 2 borudursa, ümumi 8 boru birincidə istifadə olunur. Tərəf 6-dırsa, yəni perimetri bunun nə olur? 24 olur. 24-ü 4-ə bölürəm. 6 boru burada istifadə olunur. 2 dənə də burada istifadə olunur. 16. Məsələn, bəzən belə də deyirlər ki, məsələn, nə qədər deyəndə say olur. Amma məncə buna ehtiyac yoxdur. Yəni bu qədər dərin düşünüb məsələni daha da gelişdirməyə ehtiyac görmürəm mən. Yəni hər Müəllim, o arasındakı deyirdi. hə? O arasındakı deyirdi. Ümumi boruları demir ki. Məncə sual tam olaraq düzgündür. Məncə də, amma biraz desəydi Nə ki, qulluğunda sulanma yanlış. üçün uzunluğu nə qədər, yəni sulanma üçün istifadə olunacaq borunun uzunluğu nə qədər olmalıdır desə, şərt daha məncə aydın ola bilərdi. Belə də məncə Həm problem. müəllim, ən azından mən elə hələ də 16-nın üstündə dururam burada. Elə bil ki, İkinci orada qrup olduğunu demədən göstər. Hə. bəli. Elə bil ki, o boruların hər birində 4 metr verib. Sualın şərtləri nə qədər deyib? Bir növ təlqin eləyib ki, burada sən say seç, say. Orada da maksimum nə edə bilərsən? Sıxışdıra bilərsən boruları, yəni. Hə də odur da məsələn. Məsələn, burada 6-dırsa uzunluq 4 tam gəlmir. Elə bil 4 bura qədər gəlir. Burada ikisi belə deyim, əskik qalır. İkisi. Qalan 4-ün ikisini də bura sərf edirsən, 4-ünü də bura da belə deyək. Bəli. Hə. Axı uyğun olur da müəllim. Belə Bəli. boru birləşdirən şeylər olur da. Elə deyirlər, bəzən indi bir qrup, amma dim özü həllər belə deyim, vərəqin, dəftərin, PDF-in paylaşanda mən yazdığım kimi paylaşıb. Yəni belə olmalıdır. Bəli müəllim. Elə orada 50-50-yə izah vermişdi müəllimlər. Çox vaxt 64 deyirdi. Bəli. Az səsə 16. Mübahisəli bir sualdır. Yəni buraxılışa belə mübahisəli sual gəlməməlidir. Nəsə. 20-ə baxaq. Düzbucaqlı B təpəsindən AC diaqonalı çəkilmişdir. Bu topluda kifayət qədər var bu sualdan. Bura 9-dur, bura 16-dır. Bura bir h deyirsəm, h kvadrat bərabərdir. Bu düzbucaq təpəsindən çəkilib. H kvadrat bərabərdir 9 vur 16. Bunu kök almaq da olar, vurmaq da olar. 144 olur da bu. H da bərabərdir 12. Bura 12. SABC-nin sahəsini mən tapası olsam, SABC bərabərdir. Deməli 25 tərəf də 25-ə çəkilən hündürlükdə 12-dir, böl 2. Bununla bu gedir. 6, 6 vur 25. Bu oldu ABC-nin sahəsi. Ümumi düzbucaqlının sahəsini də tapmaq üçün diaqonal sahəni yarı bölür da. 25 vurulsun 6-nı 2-yə vuracam. Bu da olur 300. Baxın zəhmət olmasa. Görək qaranlıq qalan nəsə varmı? Hamı baxsın. Davam edək. Sonuncu 25-ci sualına. Bu müəllim məzundur. Bəli. Yazıq məzunlar. Son illər nəzərə çarpır ki, düzdür, sadələr də var, yenə deyirəm, 15-16 dənə var, amma məzunların imtahanı daha diqqətli olur. Sanki suallar daha samballı olur. Baxın Yəni görək. onsuz bu yazıqlar ikinci ilə qalıb hazırlaşırlar da. Niyə belə şey eləyirlər ki? Olur da indi. Amma məsələn indi məzunlar indi işləyəndə onu, bizdə səfərimizdə bir məzunumuz var. İndi onu işləyəndə görəcəksiniz. Amma yenə də dediyim kimi, içində 5 dənə sual olur ki, həm 11-lərdə, həm məzunlarda çətin olur. K və L nöqtələr ABC üçbucağına uyğun olaraq BC və AC tərəfinin orta nöqtələridir. Bax bu sual bizim məsələmizin həllidir. BC və AC tərəfinin orta nöqtələridir. K və L nöqtələri. Bu da ortadır. Bu da ortadır. Aha. İştiraklanmış hissənin sahəsi ABC-nin sahəsi hansı hissəsidir? Mən birinci fikrim, əslində bu sual o qədər də ağır sual deyil daha yəni. Sadəcə mən suala baxdım ilkin olaraq. Bəli, 2 saniyəyə vaxt tapdım mən. Nə var orada? Evet, Hələ 11 daha olaraq çıxmır. şəkil biraz qorxulu görünür. Baxın uşaqlar. SS. Belə bir xətt qoyaq. Belə qoyaq. Bura bərabər. Yəni tərəf bərabərsə, deməli bu nə olubdu?
yarı bölübdür da. İndi ümumiyə baxsam, ümumi üçbucağa baxsam. Baxın, gəlin bu üçbucaqla bu üçbucağa baxaq. Bax. Bu üçbucaqla bu üçbucağa baxaq. Yenə də burada tərəf yarı bölübdür. Onda AKC 2S-dirsə, avtomatik olaraq bu tərəfdə 2S olmalıdır bizdə. Burada 2S olmalıdır. Çünki median çəkilib. AK mediandır. İştiriklənmiş sahə S-dir. Buraydı da iştiriklənmiş sahə. Ümumi sahədə 4S-dir. 1/4. D variantı. Çətin deyilmiş. Sadəcə olaraq yenə də dediyim kimi, sizin ən böyük probleminiz odur ki, bu da cavablar bu arada. Ən böyük probleminiz odur ki, misala baxmadan keçirsiniz, ötürürsünüz. Misalın şəkli, quruluşu sizi qorxutmasın. Belə. Məncə çox gözəl bir təkrar elədik. Ayrı sözü sualı olan varsa buyura bilər. Bu, Mən suallarımı ata bilərəm müəllim. sən suallara baxacağam. Ayrı kiminsə sualı varsa buyursun. Əlavə suallara baxacağıq. 20:00 uşaqları çıxa bilər. Əlavə Aydan xanımın və ya da kiminsə sualı varsa ata bilər mənə, ona baxacağıq. Belə, PDF-in demək olar bütün sualın izahını verdim. Özünüz də bir daha düsturlara baxın, təkrar eləyin. Aydan, bu kitaba ehtiyac yoxdur. Bunu qoy qırağa. Və bu suallar mix suallarıdır. Bunlar düşməz imtahana. Müəllim qorxuram düşərdi. Düşməzdən mən sənə söz deyirəm. Bu sənin Yaxşı, mən bitmiş sınaqdandır bu sual. Heç bu sualın miqə hazırlaşanlar işləmir. Məsələn, burada 21-ci sual çox lazımsız sualdır. Yəni, bunlar düşmür. Sən toplu güvən, istəyirsə güvən sınaqları falan, onları işləsən. Bunlar 70 sınaqdan da özə köhnə 70 sınaqdandır. Bunlar ağırdır. Ehtiyac yoxdur. Həyatdan imtina edəcəkdim müəllim bunları görüb mən. Yox, ehtiyac yoxdur. Mən sənə söz deyirəm. Neysə. Yaxşı. O qədər ağır düşmür buraxılışı. İnflyasiya da düşməz müəllim. Yox.